Azərbaycan bugün nəyə görə famil tanımalıdır? Famil kimdir? Niyə mənim Azərbaycanlı gəncim mənə bugün gəlib deməlidir ki, əşi mən ərə getmək istəmirəm. Məni qoy kimsə hansısa bir evli kişi saxlasın, mənim uşağım olsun, Vəfa kimi, nə bilim, o birisi kimi, Şəbnəm kimi, qoy baxsın axıra qədər də, vəssalam, hamı biləndən sonra məcburdur baxmağa. Və bir qadın müğənni ola bilərsən, amma o düşünmür ki, sən nə qədər qızların psixikasına təsir göstərirsən, sən nə qədər qızların gələcəyinə böyük bir təsir göstərirsən, sən nə qədər qızların qismətinə girirsən, nə qədər qızları sən taleyinə xətt çəkirsən. Onlar övlad yetişdirirlər, belə şeyləri necə düşünməmək olar? Əvvəllər mən açıq danışacağım, kimin istəyir acığına gəlsin. Nə dedilər buna? Dedilər, bic bala doğdu da, kobud da səslənsə. Sən başqasının ərindən doğursan, nigahsız filansız, heç nigaha baxan da yox o deyə. Kim nə qədər desə də, bax, yenə də gəlirik. Sovetlərin zamanında bu çox ayıb sayılırdı.